Mən hal-hazırda burada, yəni həqiqətən ölə də bilərdim. Ayaqqabım, üstüm, başım bütün qan içindədir. Deməli sizə Nizamidə olan yolu göstərmək istəyirəm. Çox bərbad bir yol çəkiblər burada. Hal-hazırda mənim ayağımın üstündən motosiklet keçdi və ayağım qanlayıb, ayaqqabım falan cırılıb. Ayaqqabı boş şeydi, paltarım falan batıb, amma əsas ayağım, qolum, əlim falan, amma barmağım çox pis gündədir. Yolu göstərirəm. Peşəxod burdadır və mən buradan keçirdim. İşıq görün hardadır? İşıq dünyanın o başındadır. Görürsüz? Bir işıqsı bu tərəfdədir. Baxın burada. Görün nə qədər orada məsafə var. Buradan oranı necə görmək mümkün? Bu yolu kim çəkib? Bu necə yoldur ümumiyyətlə? Yəni hansı o savadsız mühəndisdir ki, bu yolu çəkib o? Harda görülüb ki, peşəxoddan neçə metr aralıda işıqfor qoyulsun? Burada nə motosikletçinin günahı var, nə də piyadanın günahı var. Çünki nə mən onu gördüm, nə də ki o məni gördü. Burada səhv işıqforu yerləşdirən insanlarındır ki, peşəxodun yanına qoyulmalıdır işıqfor. Dünyanın o başına yox. Oradan da maşınlar keçir və mən gördüm ki, insanlar keçəndə maşınlar saxladı. Dedim ki, yəqin burada işıqfor yoxdur. Çünki nə qədər baxdım, mən görmədim. Ağacların arxasındaydım, oradan keçirdi. Yəni oradan keçəndə heç görünmədi, maşınlar da keçirdi. İnsanlar keçəndə maşınlar saxlayırdı. Dedim yəqin bu yolun qaydası budur. Və keçəndə motosiklet gəldi, keçdi üstümdən. Yəni mütləq bunun barəsində tədbir görülməlidir. Burada mən motosiklet yox, maşın vura bilərdi məni. Dəhşət, yəni həqiqətən dəhşət. İndi sizə normal peşəxodu göstərim ki, piyada keçidi və necə olmalıdır. Bax, taksilər və motosikletlər hamısı belə dayanır, piyada işığı belə sürücülər görür, həm piyada keçidindən keçən piyadalar görür. Baxın, yəni biri də burada. Hamını sığla görə biləcək. Yoxsa dünyanın o başına qoyurlar. Nə sürücü görür, nə piyada görür. Hətta baxın, 2 dənə hamı rahatlıqla görə biləcəyi.